İmkanı olan insan həcc etməlidir. Həcci təxirə salmaq olmaz, əgər imkanın varsa. Yəni, həcc vaxtı gəldi. Pulun varsa həcc eləməlisən. Nəyə bənzəyir? Elə bir namazın vaxtı gəldi, namazı qılmırsan. Həmən şeydir. Həcc vaxtı gəldi, pulu varsa həcc eləmirsə, yəni bu niyə? Çünki rükündür. Ərkan deyilmi? Namaz kimi. İslamın rükünlarından deyilmi, qardaş? Ay yaşa. Namaz vaxtı gəldi, nə edirsən? Namazı qılırsan. Ramazan gəldi, nə edirsən? Fərz orucunu tutursan, düzdürmü qardaşım? Zəkat vaxtı gəldi, pulun var, bir il keçib, zəkatı verirsən. Həcc də həmən şeydir. Həcc vaxtı gəldi, pulun varsa, canın sağlamdırsa həcci etməlisən. Etmirsənsə bu nəyə bənzəyir? Elə bir Ramazan ayı gəldi, oruç tutmursan. Zəkatın vaxtı gəldi, zəkatı çıxartmırsan. Namazın vaxtı gəldi, namazını qılmırsan. Bəzi adamlar var, saxlayır illərdən, həcc elə. Niyə? İşim var, alınmır, işdən çıxanmıram, nə bilim, filan şey, nə qədər bəhanə gətirir. Qardaş, onda namazı da el elə də. Eləyərsən, əlbəttə eləməyəcək. Dinən ki, işləyirəm, namaz qılmaq istəmirəm, qıla bilmirəm. Eləməyəcək. Namazın qılacaq. Əslində, düzdə eləməməlidir. Lakin deyirik, həccə də belə yanaşmalısan da, qardaşım. Namazın ayı gələndə deyirsən bir, Ramazan bu dəfə yaydadır, mən biraz isti olacaq, mən saxlayayım qəzasını, qışda tutaram. Deyirmi onu, qardaş? Niyə? Bilir ki, Ramazan ayıda oruç tutmaq lazımdır. Bütün müsəlmanlar oruç tuturlar. Yayda oruç tuturur, saxlayıb qışda qaza eləmir də. Həcc də həmən şeydir. Qardaşım, həcc vaxtıdır, pulun var, canın sağlamdır, həcc eləməlisən, sənin fərzdir, vacibdir. Eləməsən günah daşıyırsan. Elə ölsən Allah bilir nə olacaq.